Herkese salamlar dostlar. Mən Şahin, Kəndli Mənzərələrəm YouTube kanalına xoş gəlmisiniz. Bugün də sizlərlə bu qarışqaları görürsünüzmü? Bax bu qarışqaları izləyərək onların koloniyasına gedəcəyik. Görək bizi orada nələr gözləyir. Eləsə gedək. Bunlar cığırda gəzmir dostlar. Birinci dəfədə belə görürəm. Yəni normalda cığırları olardı. Bunlar amma ayrı-ayrı gəzir. Heç belə qəribə sürü görməmişdim. Yəni cığırdan çıxıblar bunlar. Bəli dostlar. Bu da onların koloniyası. Gəlib onların koloniyasına çatdım. Həqiqətən də çox maraqlıdır. Ağ qarışqaya baxın dostlar. Heç ağ rəngdə qarışqa görməmişdim. İlk dəfədir görürəm. İnanın baxın. Üstəlik ona zərər verirlər dostlar. Baxın. Baxın. Ağ qarışqanı gördünüz dostlar. Videoya tam çəkə bilmədim. Amma həqiqətən də çox maraqlıydı. Qarışqaları izləyərək onların koloniyasına gəldim. Amma həqiqətən də buradakı gördüyüm şeyə şoka keçirdim. İlk dəfədir. Mən ilk dəfədir həm belə törtökün sürü görürəm. Yəni normalda bunlar cığırla hərəkət edərlər. Baxın. Görürsünüz dostlar. İzləyirəm bunları. Baxın. Və gəldilər koloniyalarına. Görəsən dostlar, bu koloniyanın içində nə var belə? İlk dəfədir. Qarışqaların koloniyalarını çəkirəm telefona və gördüyüm şeyə şok oldum. Ağ qarışqa gördüm. Heç görməmişdim ağ qarışqa. Və ona zərər verməyə çalışırdılar. Davalar düşmüşdü. Amma oraları tam götürə bilmədim telefona. Çünki baxa qaldım. Heç telefonu düzgün çəkə bilmədim. Son anları çəkdim. Nəysə. Biraz yaxınlaşdıraq dostlar. Dostlar, qulağınızda bu səs gəlmir. Sanki koloniyadan nəsə səs gəlir. Baxın. Bilmirəm, mən səhv eşidirəm, yoxsa necə, başa düşmürəm. Koloniyadan sanki səs gəlir. Eşidirsiniz? Burada dostlar, həqiqətən də çox narahat olduğum üçün videoyu dayandırmaq məcburiyyətində qaldım. Ona görə də davamını çəkə bilmədim sizlər üçün. Oranı dərhal tərk etdim. Neysə dostlar, videomuzu buraya qədər izlədiysəniz like atmağı, abunə olmağı və dəstək olmağı unutmayın. Mən getdim. Hələlik.